Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir. Artıq layihələndirmə işlərinin 90%, tikinti işlərinin isə 44%-ə yaxını başa çatıb. Marşrut boyunca 3 əsas stansiya tikilir. Dəmir yolu istifadəyə verildikdən sonra Bakıdan Xankəndiyə böyük qayıdış daha da sürətlənəcək. Hazırda Ağdam-Xankəndi dəmir yolu xətti boyunca 3 əsas stansiya, Əsgəran stansiyası, Xocalı stansiyası, Xankəndi dəmir yolu və avtovağzal kompleksi inşa olunur. Layihənin icrasında mühüm mərhələ artıq geridə qalıb. Layihələndirmə işlərinin 90%, tikinti işlərinin isə 44%-ə yaxını tamamlanıb. Artıq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri də yekunlaşdırılıb. Layihənin tam başa çatması ilə Ağdam və Xankəndi arasında dəmir yolu əlaqəsi yenidən qurulacaq. Bölgədə sərnişin və yük daşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsi üçün yeni imkanlar yaranacaq. Təkxətli dəmir yolunun ox üzrə uzunluğu 28 km. Yan yollarda daxil olmaqla xəttin ümumi uzunluğu isə 30,8 km çatır. Layihə üzrə 130 mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Xankəndidə regionun ən müasir nəqliyyat qovşaqlarından biri yaradılır. Şəhərdə inşa edilən dəmir yolu və avtovağzal kompleksində tikinti işləri sürətlə davam edir. 6,4 hektar ərazini əhatə edən kompleks təkcə dəmir yolu stansiyası deyil, eyni zamanda müxtəlif nəqliyyat növlərini bir mərkəzdə birləşdirəcək. Layihəyə əsasən 2 dəmir yolu platforması, 5 mərtəbəli əsas vağzal binası, avtobus servis mərkəzi, avtobus dayanacaqları və texniki bina istifadəyə veriləcək. Layihə çərçivəsində ümumi uzunluğu 250 metr olan tuneldə inşa olunur. Nurlan Şiraliyev, ATV Xəbər.